Ağdam rayonunun Sarcalı kəndi 20 noyabr 2020-ci ildə işğaldan azad olunmuşdu. Uzun illər işğalda qalan bu kənd düşmən vandallığına məruz qalsa da, indi yenidən həyata qayıdır. Böyük Qayıdış 1-ci dövlət proqramı çərçivəsində yenidən tikilən kəndin təməli Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 4 oktyabr 2022-ci il tarixində qoyulmuşdu. Perspektiv inkişaf planı da nəzərə alınaraq, kənd 123,27 hektar ərazidə 425 fərdi ev olaraq planlanıb. Birinci mərhələdə 203 ev tikilib. Evlər 2 otaqlı, 3 otaqlı, 4 otaqlı və 5 otaqlıdır. Kəndə müasir standartlara cavab verən kommunikasiya gətirilib. Asfalt örtüklü yol, elektrik, rabitə, su, qaz və kanalizasiya şəbəkəsi çəkilib. Torpaqlarımız yenidən yaşıllaşır. Ərazidə qazon sahəsi, ağaclar və kollar, o cümlədən Eldar şamı, kiparis və aliandr əkilib. Kənddə qabaqcıl standartlara cavab verən 360 şagird yerlik məktəb, 100 yerlik körpələr evi, uşaq bağçası inşa edilib. Kənd bütün növ zəruri infrastrukturla təmin edilmişdi. Bura çox funksiyalı inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, bazar kompleksi və digər qeyri-yaşayış obyektlərinin tikintisi də daxildir. Kəndin birinci fazasında 11 ədəd obyekt, 11.000 kvadratmetrdən çox ərazi investisiya zonası olaraq həm sakinlərə, həm də investorlara təklif olunacaqdır. Kəndin təməli qoyulduğu gündən etibarən burada layihələndirmə, eləcə də tikinti işləri sürətlə davam etdirilmişdi. Sakinlərin dayanıqlı yaşayışını təmin etmək üçün bütün şərait yaradılmışdı. Əziz Sarcalı sakinləri, doğma yurdunuza xoş gəlmisiniz.